Demək, birinci sual. R klasteri tamamlayın. Dağlıq relyefi malikdir. Üzülürsən, nəqliyyat. Bunun adı səhv düşüb. Nəqliyyat, turizm, Azərbaycan Respublikası yazılıb. Türk dünyasına aid sualdır. Sadəcə adı səhv qeyd olunub. Demək, klasteri tamamlasaq birinci sualımız. Birinci sualın cavabı nə olacaq? Dağlıq relyefə malikdir. Seismik qurşaqda yerləşir. Zəngin balineoloji ehtiyatlara malikdir. Hansı ki orada isti mineral termal sular var. Dağ turizminin inkişafı üçün əlverişli şərait mövcuddur. Aha. Yoxdur. Çəkəz. Qaraçay Çərkəz, bəli, dağlıq ərazidir. Seismik cəhətdən fəal ərazidir. Burada həm termal mineral bulaqlar var, həm də dağlıq ərazidir. Deyə burada dağ turizmini inkişaf etdirmək üçün əlverişli şərait mövcuddur. Sonra ikinci sual. Paytaxtların milyonçu şəhəri olmayan türk dövlət qurumları. Yəni əhalisi nisbətən az olanda, yəni çox şəhər əhalisinə malik olmayan, milyondan az olan, 1 milyondan az olan şəhərlər hansı olar sizcə? Biri Saxadır. Biri Saxadır, çünki Saxanın əhalisi azdır. Ümumi əhalisi 1 milyon nəfərdir. Sonra Tatarstan. bu mülayim iqlimdə yerləşən Tataristan, Başqırtıstanda əhali nisbətən çoxdur. Bu dağlıq hissədə yerləşən Altaydır. O da Sibir regionunda yerləşir. Sonra dağlıq ərazidə Şimali Qafqazda yerləşən Qaraçay Çərkəz, bir də Saxa, Yakutiyadır. Burada əhalinin sıxlığı nisbətən azdır. O səbəbdən burada şəhərlərdə də müəyyən dərəcədə əhali az məskunlaşıb. Cavabımız 1-3-5 olacaq. Sonra üçüncü sual. Üçüncü sualı qeyd eləyək. Cavab budur. Bir variant BB. B variantı. Demək, Yəni 4 axırda. Başqırtıstan, bəli, Başqırtıstan soruşur. 5-dir. Sonra Tıvan soruşur. 1-dir. Bir də soruşur Saxa Yakutiyanı, o da 4-dür. 4. Bəli. Burada oldu cavab. Demək, B variantı. Keçək növbəti suala. Burada məsələn bizdən soruşsa ki, bu sualın bir başqa forması da var. Var idi. Yazmışdım. Yəqin başqa o bir testdədir. Burada məsələn bizdən soruşa bilər Mezozoy dövründə yaranan dağların yerləşdiyi ərazi və yaxud məsələn 4 olardı. bəli, bu 4 olacaqdı təbii ki. Sonra məsələn qırışıq faylı dağlar 1 2 3, bir də məsələn qədim dağlar soruşsaydı hansını yazacaqdıq? Paleozoy erasında formalaşan dağ. Paleozoyda. Bunlardan hansıdır? Paleozoyda yerləşir. Paleozoy dövründə erasında Ural, müəllim. Ural dağları da 5-ə düşür elə. Bəli. Cavan dağlarda soruşsaydı Qafqazda 8-dən 9 götürəcəkdi. Qaraçay Çərkəz və Kabarda-Balkar. Belə bir sual yazmışdım, çünki ona görə sual verdim. Birdən sizə də o tipdə bir sual düşə bilər. Sonra 4. Şərqdən qərbə doğru yerləşməsinə görə Türk dünyasında C variantı. Yakut, Bakı, İstanbul, bəli. Şərqdən qərbə doğrudur, sağdan sola doğru. Sonra pambıqçılıq və yüngül sənaye yaxşı inkişaf etmiş müstəqil türk dövlətləri hansılardır? Pambıqçılıq və yüngül sənaye variantı. demək hansılar oldu? Azərbaycan, Türkmənistan və bəli. Özbəkistan. Sonra keçdik bura. Eyler-Venn diaqramını tamamlayan bəndi müəyyən edin. A variantı. Azərbaycanla su sərhədinə malik olması, Özbəkistan dedi axı, Xəzər. Y olacaq. Zəngin kömür mis ehtiyatlarına malikdirlər, bəli. Sonra 7. Uyğunluğu müəyyən edin. Türkmənistan, Qırğızistan. Saxa, Bəli, müəllim. Cavab budur. B variantı Budur, bəli. uyğunlaşdıraq. Demək, Türkmənistana uyğun gəldi Kopet dağ, B variantı. Qırğızistana Tian Şan dağları, A variantı. Saxa Yakutiya, Verxansk dağları, C variantı. Pont dağları da Türkiyədir, o da gedəcək
D4'ə. Demək cavabımız oldu. Demək hansı? B variantı, bəli. Sonra Qaragül qoyunçuluğunun geniş yayıldığı ölkələri müəyyənləşdirin. Özbəkistan, Türkmənistan. Özbəkistan yoxsa Özbəkistan. Qırğızstan, Özbəkistan. Bəli. Elə Özbəkistan, Türkmənistan, bəli. Əfqanistan, Bəli, İran bəli. dövlətləri də var. Təbii ki, onlar türk deyil. Onlarda da Qaragül cavan quzu dərisi istehsal olunur. Sonra 9-cu sual. Türk xalqlarının məskunlaşdığı yarımadalar Variantı. 3, 4, 6. 4-6-dır, bəli. Abşeron demək. Sonra Türkiyənin yerləşdiyi yarımadanın adı necə idi? Siyasiya. Asiya, Evet. bəli. Bəs 4 hansı yarımadadır? Timur yəni. Timer. Timer Dolqanın var idi. Dediyim kimi ondan daha son dövrlərdə sual istifadə olunmur. Köhnə dərslikdə var idi amma. Sonra 10-cu sual. Türk dünyası ölkələrində geniş yayılmış texniki bitkilər. Biri çaydı. Bəli, çay, Pambıqlı da var. pambıq, bəli. Cüt hansı regiondaydı? Cənubi Cənubi Asiya. Bəs qəhvə? Ekvatorial arasında. Braziliya, Efiopiya. bəli. Braziliya, Efiopiyadan dünyaya yayılıb, bəli. Vətəni Efiopiyadır. Şəkər çuğunduru Bu əsasən tropik, subtropik. mülayimdə əsasən tropikdə yetişən şəkər qamışıdır. Rütubət. Azərbaycanda da var, Türkiyədə də var. Subtropik və mülayim ərazidə yayılır. Əsasən şəkər çuğunduru. Şəkər çuğunduru daha çox mülayimin bitkisi kimi tanınır. Şimali Qafqaz regionunda məskunlaşan bu şəkər çuğunduru Avropa ölkələrində də istehsal olunur. Əsasən Avropa ölkələrinə aiddir. Şimali Qafqaz regionunda məskunlaşan və dövlət qurumundan Y variantı. olmayan. Hansı? Olmayan, Olmayan. olmayan. Axıra hansı da olmayan? Yakut və variantı. A D olmaz. variantı. A olmaz. Bax, Yakutiyanın qurumu var. Çünki Yakutiya Respublikası dedik. Saxa Yakutiya. Tıvalların var. Tıva Respublikası dedik. Qaraçay Çərkəzlilərin var. Çünki orada Çərkəzlilər düzdür türk deyil, amma Qaraçaylılar Çərkəzlərlə birlikdə dövlət yaradıblar da Rusiyanın tərcüməsində. Kabardalılarla da birləşib Balkarlar dövlət yaradıb. Deməli bunların var. Türkmənlər elə müstəqildilər. Balkarlar demək Kabarda-Balkaristanı yaradıblar. Çuvaşlar Çuvaşı, Tatarlar da Tataristanı. Deməli heç bir qurumu olmayan, müstəqil idarə etmə qabiliyyəti olmayanlar hansılardır? Qumuqlar, Şorlar, Naqoylar. Bunlar Rusiyanın tərkibində muxtariyyata malik olmayan türk xalqlardır. Burada Şimali Qafqazda olanlar Qumuqlarla Naqoylardır. Sonra 12-ci sual. Fərqanə vadisi hansı türk dövlətinin ərazisində yerləşir? Türkiyədə. Yox, Türkiyədə deyil. Özbəkistan. Özbəkistan'da da orada neft ehtiyatı var. O Özbəkistan sərhədi var. Qırğızstanın içərisinə daxil olub ha. Bax həmin o hissə Fərqanə vadisi oradadır. Sonra 13-cü sual. Qaraçay Çərkəz, Kabarda-Balkaristan 1, Tataristan, Başqırdistan 2, Altay Tıva 3, Saxa Taymır 4. Bu timer dediyim kimi o qədər hələlik istifadə olunmur suallarda. Şimal Buzlu Okeana birbaşa çıxışı var. Məlum məsələdir ki, Saxa Yakutiyadan söhbət gedir. D Demək, variantı. 4-ə uyğunlaşır. Cavabdır. D variantı. 1-ə 2, Qaraçay Çərkəz, Şimali Qafqaz, 2-ə 3, demək Tataristana 3-ə baxa, arasında qədim platforma düzdür. Doğrudur. Sonra 14-cü sual. Özbəkistan və Azərbaycanın oxşar əlamətləri. A variantı. A variantı. Doğrudur. Eyni iqlim qurşaqlarında yerləşirlər. Dünya okeanına birbaşa çıxışları yoxdur və suvarma əkinçiliyi üstün yer tutur. 15-ci sual. A variantı. Demək, Sibir regionunda Saxa Yakutiya 6 ay, bir də Tıvadır 2-3-5-dir. Yəni cavab A variantı olmuş oldu, bəli. A variantı. Sonra keçək növbəti hissəyə.
Birinci sual. Gölləri yerləşdikləri ölkəyə uyğunlaşdırın. Cavab C-dir. C variantı 1-ə C, Okey. 2-ə D variantı. doğrudur. 3A. Sonra Mən demək, tutarsa Azərbaycanda deyil. bir dəqiqə hansı cavabı dediniz siz? D variantı. D variantı. Hə 4A doğrudur. Sonra müstəqil türk dövlətlərinə aid olan əlamət. 2-dən. Burada ümumini götürəcəyik. Bəli, bəli. Müstəqil 6 dənə dövlət var. D variantı. B. D variantı. Demək, birdən başlayaq. Dünya okeanına birbaşa çıxışları var. Təbii ki, hamısına aid əlamət deyil. Türkiyədən başqa. Eyni dinə etiqad edirlər. Bu düzdür. 2 düzdür. Türk dilli olmayan ölkələrlə sərhəddə malikdirlər. Bu da düzdür. 5 bir də dediniz. Eyni işıqlanmadadırlar. Bəli. Hansı işıqlanma qurşağında yerləşirlər? Mülayim işıqlama qurşağı. Konuşulama qurşağında. Hamısı mülayimdədir. Bəli. Bəs qütb işıqlanma qurşağında hansı yerləşir? Safa Yaxın. yaxın. Bəs tropikdə? Təbii ki, heç Başqırdistan. Hayır, yerləşmir. yerləşmir. Başqırdistan mülayimdədir. Ümumiyyətlə, iqlimi mülayim olanlar elə hamısı mülayimdə yerləşir. Sonra mütləq hündürlüyün azalmasına görə ölkələrin və qurumların düzgün sırası. A variantı. Demək, ən azalma sırası deyirsə, birinci hündürdən başlayacaq. Təbii ki, 2-dən. Mütləq hündürlüyün azalma sırası deyir. Tələsmə 2-dən başlayacaq. Sinsiziyan Uyğur ən yüksək zirvəsi hansı idi? Çoqari və yaxud K2. 8611. Sonra Qırğızistan gəlirdi 4. Hansı idi ən yüksək zirvəsi? Qələbə piki. 7439 metr. Sonra Türkiyə gəlirdi Ağrıdağ. Ağrıdağ. 5165. Bu da Azərbaycan 4466 bazar düzü. Deməli sıralasaq, demək cavabımız olacaq 2, 4, 3, 1, yəni D variantı. Sonra Kabotaj daşınmalara malik türk dövlətləri. Nə demək istəyir burada? Türkiyə və Qazaxıstan olur. Bəli, bəli. Niyə Türkiyə və Qazaxıstanda kabotaj daşınma mövcuddur? Kabotaj daha ağır yüklərin daşınması, həm də işlərində inkişaf edilmiş Türkiyə və Qazaxıstan. Avropaya görə, çıxışların olduğuna görə. Yox. Limanlarına görə. Su nəqliyyatıdır bu, ona görə. Bunların su obyektinə çıxışı var. Limanı. Məsələn, A bəndində Tacikistan ümumiyyətlə türk dövləti deyil, ona görə onu çıxacağıq. Fərqi yoxdur, o heç bir su obyektinə də çıxışı yoxdur. Sadəcə türk deyil deyə ümumiyyətlə çıxırıq. Özbəkistanın dənizlərə çıxışı yoxdur. Qırğızistan da həmçinin elədir. Özbəkistan yenə sildi. Qazaxıstandan Türkiyə. Çünki bu su nəqliyyatıdır. Qazaxıstan Xəzər vasitəsilə demək Türkiyədə öz dənizləri vasitəsilə daxilində yük dövriyyəsi gedir. Kabotaj daxili yük dövriyyəsidir su nəqliyyatı içərisində. Xarici əlaqələr təbii ki, o elə birbaşa xarici əlaqələrə aiddir. Daxili limanlar arasında daşınan yük kabotaj adlanır. Əgər eyni su obyekti daxilində yerləşən limanlardırsa, bu kiçik kabotajdır. Amma müxtəlif dənizlərin limanlar arasında baş verirsə, bu böyükdür. Amma mütləq kabotaj bir ölkə daxilində, bir ölkəyə məxsus su obyektləri arasında baş verən yük daşımadır. Bir su obyekti daxilində, bir ölkənin, yəni su obyektləri daxilində baş verən yük daşımadır. Və yaxud nəqliyyat əlaqəsi də belə deyil. Sonra o 5-ci sual Eyler-Venn diaqramını tamamlayan bəndi seçin. Ağska türkləri, Krım tatarları. Cavab A-dır. Hər iki Oğuzdur. Bəli, hər ikisi Oğuz qrupuna aiddir. Bəli. Qazaxıstan Respublikası ilə həmsərhəd olan türk qurumları. Demək, Altayının Sinsiziyan Uyğurdur, bəli. Sonra paytaxtının adı ən son dəyişdirilmiş. Qazaxıstan. Qazaxıstandır, bəli. B bəndi. Klasteri tamamlayan bəndi müəyyənləşdirməliyik. Azərbaycan. Necə təyin elədin Azərbaycanda? Türkmənistanda? Farsili ölkənin həm sərhəddir. Türkmənistan da sərhəddir. Türkiyədə Eqa yazır ki, Axırıncı olması Türkiyə. sahəsinə görə axırıncıdır. səhhətinə görə ən kiçik türk dövlətidir ona görə.
Dünya okeanına Bəli. birbaşa çıxışı yoxdur. Bu Türkmənistana aiddir. Neft, qaz Türkmənistanda var. Fars dilli ölkə ilə həmsərhəddir. Bu da Türkmənistana aid. Sahəsinə görə müstəqillər içərisində ən kiçiyidir. Bu Azərbaycana aiddir. Əhalisi əsasən Türk dil qrupunun Oğuz qoluna aiddir. Bu da Türkmənistana da aid əlamətdir. Bir dənə fərqli cəhət məhz o idi. Ən kiçik sahə. Düzgün olmayan ifadəni müəyyənləşdirin. B variantı. B variantı Bəli. o uyğun Bəli. fikirdir. Çünki müstəqillər hamısı İslam dinindən daşıyır. Orada demir axı müstəqil dövlətlər. Türk xalqlarının hamısı İslam dinindən daşıyır. Bəli, düz sual oxumadım. Sonra doğrudur, o yanlış fikirdir. Sonra bir dəqiqə doğrudur da tam şəkil. Sonra 10-cu sual. B E variantı. variantı. B variantı. Azərbaycan Respublikası hansı dövlətlərlə qərbdə yerləşir? Özbəkistandan Özbəkistan, Türkmənistan. Sonra xəritə sxeminə əsasən Türk xalqlarına olan Cavab 5'də bu da Ukrayna. 5'də Ukrayna. Variantı. Krım yarımadası Ukrayna. Sonra təbii şəraitinə Atlantik okeanının daha çox təsir etdiyi Türk dövlət və qurumu Türkiyə, Şimal Kipr. doğrudur. Türkiyə. Doğrudur. Mançur. 15-ci sual. Dünya kimi bir Türkiyə. 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 14-cü sual. Xristian qaqozlar 3-ə B. Qaqazlar variantı. tabii. C variantı. C. Yudaizm hansıydı? Karaimlər. Karaimlər, Karaimlər. Kıbrıslar, A-nan D. Qaldı Budizmdə Tıvallar C bəndi. Demək belə. Cavab oldu. Birə C variantı. C variantı oldu C deyəsən. 2-yə A, D, 3-ə də B. Sonra nəhayət sonuncu sual, 13-cü suala baxaq. 13-cü sual. Bu da eyni şeydir. Demək olar ki, sadəcə dövlətlər fərqlidir. Tataristan, Xakasiya, Kabarda-Balkar. A variantı. Demək, Tataristan 6-dır. İkinci Xakasiyan soruşur 3-dür. Bir də Altay hansıdır? Yox, Kabarda-Balkar. Bəli, 9-dur. Elə bilmə Altay soruşur. Doğrudur, tam şəkildə A.